Hər kəsə salam. Biz keçən dərslərimizdə C# nədir və C# yazmaq üçün lazım olan platformanı necə yükləmək lazımdır, necə proyekt yaratmaq lazımdır, bunlar haqqında öyrənmişdik. Bu dərsimizdə isə artıq biz kod yazmağa başlayacağıq. Gəlin vaxt itirmədən Visual Studio-nu açaq. Bizim keçən dərs yazdığımız proyektin adı C# ilk dərs idi. Həmin proyektə klikləyirəm və platformamız açılır. Aha. Deməli bizim bir dənə solution var idi. C# ilk dərs və həmin solutionun içərisində 2 dənə proyekt var idi. C# ilk dərs və C# ilk dərs. Göründüyü kimi qalın hərflərlə yazılan hissə C# ilk dərs 2 olduğu üçün bu o deməkdir ki, yəni mən proyekti işə salan zaman işləyəcək olan proyekt ilk dərs 2-dir. Yəni ilk dərs deyil də o birisi proyekt işə düşəcək. Yəni buradan da görmək olar. Baxın, startup item yazılıb. Yəni işə düşəcək ilk proyektimiz budur. Məsələn, gəlin içlərinə baxaq. C# ilk dərs proyektin içərisindəki proqram klassına daxil olanda baxıram ki, içində heç bir kod yoxdur. Amma C# 2 dərsin içərisindəki proqram CS-ə daxil oluram. Burada console write line hello world, yəni ekrana hello world yazısının çıxarılması göstərilib. Mən əgər proyektimi işə saldığım zaman qarşılaşacağam ki, ekrana hello world yazısı çıxır. Baxın, yəni bu o deməkdir ki, ilk dərs 2-nin içərisində yazılmışdı bu kod. Bu o deməkdir ki, yəni C# ilk dərs 2 proyektdə işləyib. Bu arada C# sözü burada düşməyib, sharp. Yəni ola bilər ki, simvollara qarşı həssasdır. Bugün biz bu hissədə olan bütün kodları başa düşməyə çalışacağıq və başlayacağıq bugün artıq kodlar yazmağa, ekrana yazı çıxartmaq, ekrana yazı daxil etmək, kommentlər və data type-lara da vaxt qalsa onlarla da tanış olacağıq. Gəlin başlayaq əvvəlcə bu hissədəki kodlarımızı başa düşməyə. Baxın, burada using system yazılıb. Ümumiyyətlə mən proyekti yaradan zaman, platformaya yükləyən zaman daha doğrusu, orada English seçmişdik, yəni ingilis dilində olmasını. Və burada ingilis dil biliyinizin olması önəmli bir hissədir ki, daha yaxşı kodları başa düşmüş olasınız. Using system o deməkdir ki, biz system adlanan bir kitabxanadan istifadə edəcəyik. Using də, yəni ingilis dilindən bilirik ki, use istifadə etmək, yəni system kitabxanasından istifadə edirik. Hansı ki, bu kitabxana bizə müxtəlif əməliyyatları həyata keçirməyə imkan yaradacaq. Və fikir verirsinizsə, using system daha parlaq rəngdə yazılıb, amma bu kodlar parlaq yazılmayıb. Əslində əvvəllər biz bu kodların hamısını özümüz əllə yazırdıq, amma hal-hazırda yeni texnologiyalar vasitəsilə bu kodlar avtomatik gəlir. Və bu parlaq olmayan hissələr, hansı ki, hal-hazırda istifadə olunmayan hissələrdir. Parlaq olan hissə isə bizə lazımlı hissədir. Əgər məsələn bayaq burada C# ilk dərsdəki proqram CS-ə keçid elədim. Baxın, burada heç bir kod yazılmayıb və heç bir kod burada parlaq deyil. Using system belə parlaq deyil. Çünki biz sistem kitabxanasından istifadə edəcək hər hansısa bir kod yazmamışıq. Amma bu hissədə sistem klassından daha doğrusu kitabxanasından istifadə edən bir kod yazmışıq və həmin kod parlaq rəngdə qeyd olunub. Digərlərindən istifadə etməmişik deyə parlaq deyil. Yəni biz bizə lazım olmayan bu hissələri silə bilərik. Amma bunu silsək, baxın dostlar, gəlin bunu silək. Baxın, artıq qırmızı xəttlə bizə error qaytarır. Hətta error bölməsinə gəlsək, the name console doesn't exist in current context. Yəni console adında bir belə deyək ad hal-hazırda mövcud deyil. Yəni bunu tanımır. Console nədir? Tanımır. Amma biz geri qaytarsaq Ctrl-Z ilə using sistemi baxın artıq konsolu tanıdı. Çünki konsol ifadəsi system klassının içərisindən gəlir. Daha doğrusu sistem kitabxanasının içərisindən gəlir. Yəni konsol sanki bir sistemin alətidir. Write line da həmin aləti istifadə edən funksiyadır. Yəni hansı ki, hello world yazısını ekrana çıxart əmrini həyata keçirir. Yəni biz əgər bunu yenə yazmasaq, bayaqki kimi silək, onda biz gərək burada system.console.writeline yazmalıyıq ki, yəni hansı ki, sistem kitabxanasının içərisindən gələn konsol funksiyası, belə deyək, klassı. Amma daha çox yəni biz hər dəfə məsələn fərqli yerlərdə, müxtəlif sətirlərdə
bu ifadəni yazacağıqsa, hər dəfə başına sistem yazmamaq əvəzinə bir dəfə bunu yazmaqla artıq hər yerdə konsolu tanıtmış ola bilərik. Gələk növbəti hissəyə. Namespace C# ilk dərs 2. Hansı ki bizim, baxın, bu proyektimizin adı ilə eyni olur. Biz bunun adını dəyişə də bilərik əslində. Amma yəni Java-da məsələn, adı faylla eyni olmalıdır. Buradakı faylın adı eyni olmalıdır. Amma C#da yəni fərqli də ola bilər. Sadəcə bunu məsələn bu 2-ni gəlin silək. Olsun C# ilk dərs. Baxın, heç bir error çıxmadı. Amma biz bunu qarışdırmamaq məqsədi ilə, yəni standartlara uyğun olaraq bunun adı ilə faylın adının eyni olması məsləhət görülür. Namespace nədir bəs? Namespace sanki bir qutudur. Hansı ki bizim C# ilk dərs adında bir qutudur. Gəlin bunun adını bir dənə dəyişdirək və daha sadə bir ad qoyaq. Məsələn, rename burada var, yəni yenidən adlandır. Olsun sadəcə ilk dərs. Uzun olduğu üçün bəs səsləndirmək vaxt aparır. Bunu dəyişdikdə fikir avtomatik dəyişmədi. Yəni bayaq demişdik ki, dəyişməyə də bilərik. Amma gəlin biz eyni adda istifadə eləyək. İlk dərs. Tamam. Bizim bir dənə qutumuz var. Hansı ki, həmin qutunun da adı ilk dərsdir. Bəs bu qutu nə üçündür? Yəni bizim burada ilk dərs qutumuzun içərisində istifadə edəcəyimiz kodların digər proyektdəki kodlarla qarışmaması üçün bunu biz qutulara bölürük. İlk dərs qutusu. Bu arada bununla bunun adı eyni oldu. Yaxşı, yəni bunun adını təzədən dəyişək. Məsələn, nə olsun? Olsun ki, lesson. Lesson qoyduq, bunu da dəyişək. Lesson. Aha. Baxın, bizim 2 dənə qutumuz var hal-hazırda. Bu qutunun da içinə keçid eləsək, proqram CS hissəsinə. Baxın, namespace C# ilk dərs. Bu qutumuzun adı C# ilk dərsdir. Bu qutumuzun adı isə lessondur. Hansı ki, bunlar bir-birinə qarışmasın deyə onları qutulara bölürük. Yaxşı, bura aydındırsa, keçək aşağı hissələrə. Bu hissədə internal-ı biz keçəcəyik. Əslində bəzi proyekt yaradanda internal gəlmir. Ona görə biz buranı silə bilərik hələ ki. Amma böyük proyektlər işləyən zaman onu biz izah eləyəcəyik nə olduğunu. Class, yəni bu o deməkdir ki, lesson qutusunun içərisində bir dənə klassımız olacaq və adı da proqram olacaq. Ümumiyyətlə bizim yazacağımız bütün kodlar klassın içərisində olmalıdır. Yəni klass mütləq yaradılmalıdır. Və burada bir səni danışmadıq sizinlə. Burada bəzəkli mötərizə istifadə olundu. Bəzəkli mötərizə proqramın başlayacağını və bitəcəyini göstərir. Harda başlayıb, harda bitəcəyini göstərir. Və bir də burada boşluq hissəsi qoyulmuş. Baxın, using systemdən sonra bir dənə boşluq, hətta 2 dənə boşluq var. Daha sonra 4-cü sətirdən namespace lesson başlayır. C# tərəfindən bu boşluqlar oxunmur. Yəni boşluq sadəcə kodun daha oxunaqlı olmasını təmin edir. Yəni mən bunları bitişdirsəm, belə deyək, ara qoymasam, biraz daha qarışıq görsənər gözümüzdə, amma arada boşluqlar qoymağımız bizim üçün faydalıdır ki, biz kodu daha yaxşı anlayıb başa düşək. Və fikir verdinizsə, burada bəzəkli mötərizədən sonra 6-cı sətir, burada artıq avtomatik 5-dən sonra 6-cı sətirdə başlayıb class program. Yəni proqram adında bir klass yaradırıq. Bu proqramın əsas hissəsidir. İçində müxtəlif funksiyalar yarada bilərəm, hansı ki, ekrana yazı çıxartsın, üzr istəyin, toplama çıxma əməllərini yerinə yetirsin və yaxud da müxtəlif əməliyyatlar yerinə yetirsin. Yəni funksiyalar yaza bilərik bu klassın içərisində və ya hər hansısa bir dəyişənlər saxlaya bilərik. Məsələn, ad, yaş, soyad və sair kimi məlumatlar saxlaya bilərik. Yəni hər şey C#da hər şey bir klassın içərisində olmalıdır və bu klassda da, bu nümunədə də bizim klassımızın adı proqramdır. Ümumiyyətlə biz klass burada proyekt yaradan zaman avtomatik bizə həmişə program.js adında bir klass yaradır. Yəni məsələn, mən bu proyektin içərisində başqa bir klass yaratmağı istəsəm, bura deməli bir də başdan göstərim. Lessona sağ klikləyib add hissəsinə basıb new item desək, fikir verin, avtomatik belə bir şey yaradır. Baxın, C# ilk dərs 2. Bu onun köhnə adıdır. Ona görə desən avtomatik dəyişmədi, belə qalıb. Köhnə adı belə idi. Belə bir ad gətirir, hansı ki, avtomatik bir default olaraq bir ad verir və sonda .js yazılır. Ümumiyyətlə yaradılacaq bütün klassların sonunda .js mütləq və mütləq şəkildə yazılmalıdır ki, bunun klass olduğunu başa düşsün. Biz də gəlin bunun adını lesson deyil də, yox, daha doğrusu başqa bir ad qoyaq. Məsələn, tapşırıq. Baxın, lesson
qutusunun içərisində 2 dənə klassımız oldu. Program CS və tapşırıq CS. Yəni bu bizim mən ümumiyyətlə göstərmək istədim. Burada klass necə yaradılır? Yəni sonunda mütləq şəkildə .cs olmalıdır. Bu da C# sözündən yəni irəli gəlir CS sözlər hərfləri. Hələ ki bunu silək. Sağ klikləyib delete edə bilərik və yaxud da kompüterimizdən delete düyməsinə klikləyə bilərik, basa bilərik. Aha, hal-hazırda bir dənə program CS-imiz var. Tamam. Burada da aydındırsa klass hissəmiz, qayıdaq gələk bu hissəmizə. Bu hissədə main sözündən əvvəlki, yəni static void və string args-ı biz gələcək dərslərimizdə daha yaxşı başa düşəcəyik, amma hələ ki main-i başa salım. Main hər proyekt yaradılanda avtomatik olan gələn bir belə deyək, addır. Yəni main həmişə, yəni proyekt yaradan zaman, yəni daha doğrusu yaradılan bir metoddur main. Yəni həmişə C# proqramlarında bir klass yaradan zaman avtomatik içərisində main metodu yaradılır və bu metodun içərisində bu metoddan sonra bizim bəzəkli mötərizələrimiz, qıvrım mötərizələr gəlir. Yəni daha çox skop desək daha yaxşı olar. Skoplar gəlir. Bu skopların içərisində biz artıq kodlarımızı yazacağıq. Əsas kodlar, yəni bu main metodunun içərisində yazılan daha doğrusu bəzəkli mötərizələrindən sonra olan hissələrdir ki, biz bu sətirlərdə kodlarımızı həyata keçirəcəyik. Daha sonra yəni hələ ki bu qədər. İndi biz növbəti hissələrimizdə öyrənəcəyik necə ekrana yazı çıxartmaq olar. Əslində müəyyən bir hissəsini gördük ekrana çıxartmaq yazını, amma ekrana necə məlumat daxil edə bilərik, komment necə yazıla bilər və data tipləri haqqında da məlumatlar öyrənəcəyik. Gərək ekrana yazı yazdırmaq, ekrandan yazı almaq, belə əməliyyatları necə həyata keçirirlər, onu öyrənək. Biz əslində bunu elədiyimiz bu əməliyyat ekrana yazı yazdırmaq idi. Hansı ki biz proyektimizi işə saldığımız zaman görürük ki, Hello World yazısı çıxdı. Yəni ekrana yazı yazdırdıq. Bir də var bunun başqa bir növü console sadəcə write. Sadəcə write. Məsələn, burada da olsun salam. Baxın, bunu biz run eləyəndə görürük ki, əslində elə də bir fərq görmürük. Bəs bunların yəni fərqi nədir? İzah eləyək. Biz əgər write line yazırıqsa, bu o deməkdir ki, hello world sözünü yazandan sonra bir sətir aşağı düş və keç o birisini yazdırmağa. Amma burada line sözünü işlətmədiyimiz üçün salamdan sonraki sətrə düşməyəcək. Salamı yanında qalacaq. Əslində biz bunların yerlərini dəyişdirsək, baxın, hansı ki salamı yazdıracaq, salamın aşağısına düşməyəcək, yanında qalacaq və bu sözü yazdıracaq. Bu sözdən sonra aşağı sətrə düşəcək. Baxın, indi izah eləyək. Hə, baxın salam, salamın yanında qaldı. Çünki write line deyil də sadəcə write yazmışıq. Ondan sonra hello world sözünü yanına yazdı və ondan sonra baxın bir sətir aşağı düşdü və proqramı bitirdi. Çünki write line yazmışıq. Gəlin bir dənə də kod yazaq. Console write line necəsən yazaq. Baxın, yox, yəni burada hansısa bilinmir, yəni write line və ya write olması. Çünki sətir bitir sonda. Baxın, salam yazıldı. Alt sətrə düşmədi. Yanında hello world yazdırdı. Sonra alt sətrə düşdü. Çünki line yazmışıq burada. Necəsən yazdırdı və necəsəndən sonra bir dənə sətir buraxdı. Baxın, bir dənə sətir buraxıb və proqramı bitirdi. Bəs biz özümüz ekrana nəsə yazmaq istəsək necə yazmalıyıq? Bu zaman console read line-dan istifadə olunacaq. Console read line. Bunun içərisində heç nə yazmırıq. Çünki biz bunu artıq həmin çıxan o qara ekranda yazacağıq. Gəlin bunu run eləyək. Baxın, salam, hello world, necəsən? Məsələn, salam yazıram yenə. Salam və enter düymə. Baxın, salamı yazdım, bitirdim və proqram hələ bitməyib. Mən enter düyməsinə basan zaman bitəcək. Baxın, enterə bastım və artıq proqram dayandı. Və fikir verirsinizsə, yenə bir sətir boşluq yarandı. Bunun səbəbi də bayaqki kimi eynidir. Line sözünü əlavə etdiyim üçün read line, yəni növbəti sətrə düşür. Həmçinin, yəni write-da olduğu kimi read-də də bunun alt sətrə düşən və düşməyən hissələri var. Aha, mən yenə bunu run eləyirəm. Baxın, yazıram salam. Və görürsünüz, alt sətrə düşdü.
və yenə məndən nəsə yazmağımı gözləyir. Çünki mən console readline deyib bir ifadə yazdım, alt sətrə düşdü. İndi isə yenə ifadə yazmağımı gözləyir, amma bu dəfə alt sətrə düşməyəcək. Məsələn, yenə salam yazaq. Enterə basan zaman artıq proqram bitdi. Və burada bunu daha yaxşı görə bilməyimiz üçün bunu yuxarı yerləşdirək. Bunu isə aşağı yerləşdirək. Baxın indi. Baxın, bunu belə qoyaq ki, tam yaxşı görə biləsiniz. Salam yazıram, enter eləyirəm və proqram bitir. Bunun səbəbi read ümumiyyətlə alt sətrə düşmədiyi üçün gözləyir ki, biz salamdan sonra yazaq hansısa bir ifadəni. Biz də heç bir ifadə yazmırıq. Yəni belə deyək, boşluq göndərmiş oluruq və enterə basan zaman artıq proqram bitmiş olur. Yəni elə bir line-a artıq heç nə yazmış olmadıq. Amma məsələn, bir də işə salaq. Yenə yazaq. Salam. Bağışlayın, mən eləmək istədiyim şeyi eləmədim indi. Yenə run eləyirəm, yazıram salam, enterə basmıram. Boşluq qoyuram, yaxşıyam, sən necəsən yazıram və enterə basıram və artıq proqramımız işə düşdü. Yəni bu read bizim yazdığımız salamdır. Bunlar isə artıq növbəti hissələrdir, readline hissəsidir. Bizim həmçinin readline-dan başqa readkey-imiz də var. Console.readkey. Bu da yəni ekrana yazı yazdırmaq üçün ifadə olunur. Amma burada bizim artıq enterə basmağımıza ehtiyacımız olmur. Burada sadəcə bir dənə düyməyə basan zaman proqram özü bitir. Baxın, gəlin baxaq. Salam yazıram. Sonra yaxşıyam. Və enterə basıram. Readkey-ə işə düşdü. Baxın, readkey işə düşdü. Burada məsələn A yazıram və enterə basmadım. A sözünün hərfini yazan kimi artıq proqramımız bitdi. Yəni bunu görə bilməyimiz üçün read-i aradan qaldıraq və proqramı işə salaq. Salam. Enter. Baxın, yenə bizdən nəsə yanıb sönür, nəsə yazmağımızı gözləyir. Yenə S yazıram. Enterə basmadım, avtomatik özü bitdi. Yəni readkey daha çox oyunlarda istifadə olunur və hər hansısa bir düyməyə basan zaman proqram avtomatik olaraq özü bitir. Amma read və ya readline-da biz enterə basmalıyıq ki, bu proqram işə düşsün. Həmçinin console read-lə console readline-in və readkey-in müəyyən fərqləri var. Readline-da bizim yazdığımız məlumatlar sətir məlumatı, string tipində başa düşülür. İndi mən sizə izah edəcəm bu yazdığım xətt nə deməkdir. Readline-ın və string-in nə olacağını izah edəcəm, amma belə başa salaq. Readline bizim yazdığımız bu məlumatı, bu ifadəni sətir, yəni yazı kimi başa düşür. Belə deyək, hərfi başa düşür, hərfi olaraq başa düşür. Amma read özü isə read bunu rəqəm olaraq başa düşür. Yəni int tipində bunu yenə öyrənəcəyik. Rəqəm olaraq başa düşür və bizə bunun elə bil ASCII kodlarını gətirir. Yəni bunu daha yaxşı mən data type-ları keçəndə sizə başa salacağam, amma yenə də indidən qeyd edək, read-in özünün tipi int-dir, amma readline-inki string-dir. Məsələn, mən salam yazdım, enter elədim və readkey indi işləyəcək bu dəqiqə. Məsələn, yazdım, bitdi, amma belə yazaq məsələn. Bunu silək. Bir dəqiqə. Aha, yenə işə salıram. Bura yazıram. Məsələn, 76 belə yazsam, artıq bizim bu kodumuz hərfi olaraq başa düşəcək. 7, 6, yəni hərf olaraq başa düşəcək. Rəqəm olaraq başa düşməyəcək. Amma read yazanda 76-nı artıq rəqəm kimi, int kimi başa düşür. Hətta read-də biz hərf belə yazsaq, o zaman bizdə onun ASCII kodları gətirəcək. Bəs ASCII nə deməkdir? ASCII, yenə bundan danışacağam. Ümumiyyətlə, kompüter bizim kodlarımızı birbaşa, yəni biz bura console readkey yazırıqsa, kompüter bunu console readkey olaraq oxumur. Müəyyən kodlara, simvollara çevirir. Həmin simvolları, məsələn, biz A hərfi yazırıqsa, həmin A hərfinin bir dəyəri var. Həmin A hərfinin əslində dəyəri 65-dir. 65, yəni kompüter artıq A hərfini 65 olaraq oxuyur və onu işə salır. Bu əslində ASCII table deyilən bir cədvəl var. Gəl mən sizə onu göstərim. ASCII table.
Baxın, şəkillərdə məsələn buna girsək, biraz internet zəif ola bilər. Aha, baxın, açılsın. Baxın, burada müəyyən dəyərlər var. Baxın, A-nın dəyəri 65, görürsüz? Desimal dəyəri 65-dir, hex dəyəri 41-dir. İndi bunlara yəni çox da dərinə girməyəcəm, amma A-nın dəyəri 65-dir. Məsələn, sizə gəlin, yəni sübut eləyim ki, yəni niyə belədir? Məsələn, string A bərabərdir. String A deyil, int deyək. Çünki console readin dəyəri intdir. Console read yazıram. Və ekrana həmin dəyəri yəni göstərmək üçün çıxardacağam sizə. Console write line. Biz daha çox write line-dan istifadə eləyəcəyik ki, dəyərlərimiz daha sərbəst görsənsin. A-nı göstərəcəm. Bunu sizə izah edəcəm bu kodu tam olaraq. Bunları da gəlin vəbşə silək. Aha, baxın bizdə nəsə yazmağımız gözləyir. Mən yazıram A. Enter edirəm. A-nın dəyəri baxın ASCII dəyərini çıxartdı 65. Yəni bu cür. Bunun tam olaraq izah edəcəm sizlərə nədir. İndi gəlin kommentləri izah eləyək. Komment nədir? Onu başa düşək. Ondan sonra data tiplərə keçərik. Kommentlər nədir? Kommentlər mövzusuna bir anlayış verək. Kommentlər. Aha. Ümumiyyətlə kommentlər hər hansısa bir proqramlaşdırma dili fərqi yoxdur. C# da daxil olmaqla yazdığımız kodun oxunmamasını təmin eləyən bir anlayışdır. Məsələn, komment necə yazılır? Əgər biz bir sətrin kommenti almaq istəyiriksə, yəni bu sətr oxunmasını istəyiriksə, C# tərəfindən oxunmasını istəyiriksə, bunun qarşısına 2 dənə əyri slash forward slash səhv eləmirəmsə deyilir. Belə bir slash qoyuruq. Yəni sadəcə bu sətr oxunmayacaq. Bu bir sətrin burada da qeyd kimi yazım. Bir sətrin oxunmasının qarşısını alır. Yox, əgər biz istəyiriksə bu iki sətr bir yerdə oxunmasın, ya da yəni iki yol var. Ya qarşısına bir bunlara forward slash əlavə eləməliyik, ya da ki, bir neçə sətrin bir yerdə oxunmamasını təmin etmək üçün ulduz slash ulduz qoyacağıq. Baxın, artıq fikir verin, artıq bütün kodlarım yaşına çevrildi. Amma mən istəyirəm ki, bu kod bu sətirlə bu iki sətr, yəni buradan başlayıb burada bitsin oxumamaq hissəsi. Yenə burada da ulduz slashlə bağlayıram. Yəni artıq bu sətirlər oxunmamağa başladı. Gəlin bunu çıxardıq, biraz qarışıq oldu. Baxın, gəlin bunları da silək. Baxın, bunu da çıxardıram. Mən istəyirəm ki, bir dənə də yazaq console write line, çoxlu yazaq. Ya da ki, belə eləyək, bunu kopyalayaq, çoxlu bundan yazaq. Aha, mən istəyirəm ki, bu sətirlərin hamısı oxunmasın. Oturub qabağına bir-bir cüt slash qoymayacağam. Slash ulduz yazıram. Baxın, artıq bütün hissələr yaşıla çevrildi. Amma mən istəyirəm burada bitsin. Yenə ulduz slash qoyacağam. Artıq bu hissədə bitdi. Bunlar onsuz da komment idi. Yəni bunlar da əslində silsək daha yaxşı başa düşərik. Məsələn, baxın. Burada bir dənə console write line yazaq. Baxın, bunu buradan silsək. Baxın, console write line-da yaşıl hissəyə çevrildi. Amma mən ulduz slash yazanda artıq bunu komment kimi başa düşmür. Bu normal C#-ın əmrini yerinə yetirəcəyi koddur. Amma bunları görməzdən gələcək. Kommentlər ümumiyyətlə bütün proqramlaşdırma dillərində istifadə olunur. İstifadə səbəbi, məsələn, bizdən sonra gələn developerların həmin kommentləri daha yaxşı kommentlər sayəsində yazdığımız kodları nə məqsəd daşıdığını başa salmaq üçündür. Həmçinin digər developerlar üçün deyil də özümüz üçün də faydalıdır. Məsələn, çox böyük bir proyekt yazırıq və müəyyən bir hissədə düşünüb məntiqlə tapdığımız bir alqoritm var. Amma həmin alqoritmi bir müddət, bir aydan və ya 2 aydan sonra açıb baxdıqda bunu necə yazdığımızı xatırlaya bilmirik. Yəni bu normal bir haldır. Və həmin hissədə biz kommentlərlə yazdıq ki, məsələn, deyək ki, console write line məsələn 5 + 5. Bu arada console write line riyazi əməliyyatları da yerinə yetirir. Məsələn, mən bunu yazmışam. Yəni bu asan bir koddur, amma bunun nə məqsəd daşıdığını bilmiriksə, tutalım ki, qabağına slash qoyuruq. Yazırıq ki, bu kod toplama əməliyyatını
toplama əməliyyatını həyata keçirir. Bu cür yazırıq və artıq bu kodun nə məna daşıdığını, nə məqsəd daşıdığını başa düşmüş oluruq. Məsələn, gəlin bunu işə salaq. Salam 10. Burada biz line yazmadığımız üçün alt sətr düşmədi. Gəlin line yazaq ki, daha səliqəli görsənsin. Baxın, salam 10 və kodumuz bitdi. Bir dənə də write burada boşluq var. Fikir verin, çünki boş bir sətr buraxmışam və artıq nəticəmiz çıxdı. Yəni bu cür. Buradakı kodlarımızın heç birini oxumadı gördüyünüz kimi. Ancaq salam və onu çıxartdı. Yəni deməli, bu bizim bir sətirlik kommentimizdir. Bu isə oldu slash içində yazaq, çünki çox sətirlik komment. Kommentlər mövzusu da bu cür. Növbəti dərslərimizdə biz öyrənəcəyik, növbəti hissədə daha doğrusu öyrənəcəyik artıq data tipləri nədir, necə istifadə edə bilərik onlardan, yəni mənaları nədir, daha dərin məntiq əməliyyatlarını öyrənəcəyik, stack və heap yaddaşlar. Bugünkü mövzu ümid edirəm ki, hər kəsə aydın oldu. Növbəti dərsimizdə artıq bayaq da qeyd etdiyim kimi data type'lara, yəni tiplərə, dəyişənlərin təyin olunmasına baxacağıq. Əgər bu mövzu sizin üçün faydalı oldusa, anlaşıqlı oldusa, zəhmət olmasa bunu şərh bölməsində qeyd eləyin. Həmçinin suallarınız da varsa, başa düşmədiyiniz hər hansısa bir hissə varsa, yəni əgər hər hansısa bir səhv buraxmışamsa, yəni normal bir haldır, yəni bunları şərh bölməsində bildirə bilərsiniz. Həmçinin daha çox istifadəçiyə, yəni insanlara kömək məqsədi ilə videoları paylaşmağı, bəyənməyi, abunə olmağı unutmayın. Təşəkkürlər.